Deyirlər ki, ev tikmək olmaz. Düzdür, əvvəlan 77-dən tikinti ilə məşğul olan idarə yaradılıb. Bilmirsən hansı məşğul, hansı məşğul. Amma adamlar gedib yerli orqanları pulunu verib evini tikir. Hamımızın gözümüzün qabağındadır, düzdür. Hamı da səsini kəsir. Elə biz elə şərait yaradıq, adam həm o verdiyi vəsait dövlət büdcəsinə gəlsin də, rüsum kimi dövlət büdcəsinə gəlsin. Əlbəttə. Düzdür. Yəni 3000, 5000 alıb evin tikintisinə icazə verirlər. Hə, biz neçəsi belə baş memarlar, nə bilim icra hakimiyyətləri, gözümüzün qabağındadır. Deyirlər ki, bir də onu görürsən, Bakı şəhərinin filan rayonunda tikinti qadağan edilib və ya Bakı şəhərində qadağan olub. Amma bir tərəfdən hansı əraziyə gəlsən, orada tikinti gedir. Orada tikinti gedir. Səhv eləmirəmsə, bu günlərdə Yeni Müsavatda da müsahibənizdə bir çağırış var. Ümumiyyətlə, bu Balakəndən sonra elə Bakının rayonlarında da bir rayonlarındakı icra hakimiyyətlərində də bir yoxlamalar aparılır. Bu deməli, korrupsiya qarşı mübarizə tərkibində bu hər kəsi, hər sahəni əhatə eləməlidir. Rayonlarda 9 icra başçısı həbs olunub. Düzdür. Eyni zamanda Bakı şəhərinin içərisində də o qədər qanunsuzluqla məşğul olan ki, icra başçılar da var, bələdiyyə sədrləri də var, icra nümayəndələri də var. Düzdür. Polis də var, nə bilim, o da var, bu da var. Bu nəhəng bir kölgə iqtisadiyyatı çıxarır orada. Əlbəttə, bu bizə bax indiki halda... Elkon Məmmədov indi dəymiş zərəri dövlətə qaytardı, 3 milyon ondan çıxdı. Görürsünüz, belə qorxutalasın gör nə qədər. Sonra büdcədə kəsir və s. problemlər deyirik. Bəs nə? Hər bir məmuru sirkələyəndə görün neçə milyon. Hamısı problem yaradır. Bizim nəyə görə bu 9 ay ərzində bu artımız 1,3% olmalıdır. Çünki yerlər, bu korrupsiya olan yerdə gəmiricilər. Bunlar tutduğu vəzifədən asılı olmalı ki, korrupsiya ilə məşğulsa da bu ölkənin iqtisadi sütunlarını gəmiri sıradan çıxarır. Ona görə bizim hökumətimiz ilk növbədə sahibkarlıq fəaliyyətində məşğul olanlara, onlara şərait yaratmalıdır ki, iş yerini onlar açır. İş yeri onlar açır. Biz amma hər tərəfdən sıxaq. Mən başa düşürəm, müəyyən sahələr var ki, belki artıq işçi var, o var, bu var. O artıq işçini işdən çıxartmaq qəhrəmanlıq deyil. Onu çıxardığında onun iş yerindən təmin etmək lazımdır. Yəni, paralel bütün hamısını fikirləşməliyik və ən əsası da odur ki, biz ölkəmizin daxilində ilk növbədə sabitliyə nail olmalıyıq. Təbii. İnkişaf eləmək istəyirsə mütləq sabitlik olmalıdır. Təbii, indi həssas dönəmdir. Dünyada həssas dönəmdir. Dünyada daha ciddi siyasi proseslər gözlənilir. Bütün hamı çalışmalıdır ki, ölkənin daxilində sabitlik olsun və sabitliyin olması da çoxlu şərtlərdən asılıdır. Bu şərtləri də yerinə yetirmək üçün hökumət də üzərinə düşəni eləməlidir, siyasi təşkilatlar da üzərinə düşəni eləməlidir. Ayrı-ayrı bu məmur təbəqəsi var, bunlar da eləməlidir.